Deməli, Əliman müəllim test toplusundan maddə miqdarına aid testlər davam edirik. Deməli, 34-cü suala baxaq. Əvvəlcə bizdə 2 m qram azot qazı var idi. Sonra burada kran var, bu açılır və ora m qram C2H4 qazı əlavə edilir. Və şəklə görə hansı doğrudur? Deməli, birinci azot Deməli, əvvəlcə azot m qram idi. Deməli, azot haqqında məlumatları yazaq. Çəkək, burada da C2H4. C2H4 haqqında yazaq. Və bunlar əlavə ediləndən sonra qazlar nə qədər artır, onu da qeyd edək. Azot C2H4. Deməli, azot əvvəlcə kütlə olaraq 2m idi. Nə qədər əlavə edildi? M qramda C2H4 əlavə edildi. Əvvəlcə kütləsi 2m idi. M də gəldi, oldu sonda 3m. Əvvəl 2m, sonda 3m, kütlə neçə dəfə artdı? 1,5 dəfə. Kütlə 1,5 dəfə artdı, deməli, üçüncü şərt bizə doğrudur. Kütlə 1,5 dəfə artır. İndi keçək, sonra bizdən nə soruşur? Molekullarının sayı. Deməli, molekullarının sayı deyəndə biz molları tapa bilərik. Bizə bilir ki, molu tapmaq üçün verilən qramı, yəni 2m-i m-ə bölsək, yəni 28-i azotun 28-nə bölsək, bunun molunu taparıq. 2m-i də 28-ə m böl 14. Deməli, azot qazının molu m böl 14 olacaq. Azot qazının molekullarının sayı bu qədərdir. Görək C2H4-ün nə qədərdir? Kütləsi m-dir, m-ləri də 28-dir. Molunu tapmaq üçün kütləni m-lərə bölürük. Yəni 28-ə. Bu da olur bizə C2H4. Molekullar sayı 3 dəfə artıb, baxaq. Əvvəlcə m böl 14 idi. Əvvəlcə bu idi. Sonra görə nə qədər oldu? M böl 14-ün üzərinə m üstəgələ 28 gələk, görə neçə eləyir? Sonda da o qədər olacaq. M böl 14, üstəgələ m böl 28. Ortaq məxrəc gətirik burada. 28 olur, bura 2 düşür, bura 1. 3m bölünsün 28. Deməli, 3m bölünsün 28 molu, yəni molekul olur. Görək həqiqətən 3 dəfə artıb mı? Əvvəl m böl 14 idi, sonra olub 3m bölünsün 28. Bu 3 dəfə artmayıb. Yəni, m böl 14'ü 3'ə vuranda 3m böl 14 eləyir. Yəni 3m böl 28 eləmir. Deməli, birinci yanlışdır. Bir yanlışdır, amma 3 doğrudur. İndi gəlin 2-ni yoxlayaq. Atomlarının sayı. İndi atomlarının sayını tapaq. Yenə də atomların sayı, deməli, bizə molları artıq müəyyəndir. M böl 14 azotdur. Deməli, M böl 28-də bizə C2H4-dür. Atomların sayını tapmaq üçün molunu indeksdən vurmalıyıq. Yəni, M böl 14-ü, azotun 2-dir də, atomların sayı 2-yə bölə vuranda M böl 7. Deməli, burada atomların sayı əvvəlcə M böl 7 imiş. Sonra ora görə nə əlavə edildi? M böl 28 bu moludur. Vuruq atomların sayı, yəni 6-ya vuracaq. Yəni 6m böl 28. Deməli, əvvəlcə m böl 7 idi. Ora 6m üstəgələ 28-i əlavə edəndə görək nə qədər olacaq atomların sayı. Bunları təbii ki, toplamaq lazımdır. Kənarda tapaq m bölünsün 7-nin üzərinə 6m bölünsün 28 əlavə edirik və ortaq məxrəc gətirəm. 10m bölünsün 28. Deməli, burada 28'i bura düşür 4. 10m bölünsün 28 qalır. 10m 28 yazırıq ki, deməli, sonra atomların sayı oldu 10m böl 28. Deməli, atomların sayı əvvəlcə m üstəgələ 7 idi. Üstünə 6m üstəgələ 28 əlavə edəndən sonra oldu 10m bölünsün 28. Görək həqiqətən 1,5 dəfə artıb mı? Bunun artdığını tapmaq üçün həmişə bax bunu buna bölürük ki, görək artım var mı? Yəni 10m bölək 28 bölürəm, m bölünsün 7. Riyaziyyatda belə bir qayda var. İkinci kəsirin yerini dəyişirik. Vururuq
7 yuxarı, M aşağı düşür. İxtisar gedir. 7 ilə də bu 4 eləyir. 10 böldür. 2,5 dəfə. Bəli. Deməli, bu da doğrudur. 2,5 dəfə çoxdur. Düzgün cavab burada onda olacaq. 2 ilə 3. B variantı. Keçək növbəti suala. Deməli, 35-ci sualda şəklə baxaq. Görürük ki, 0,5 mol oksigen qazı var. Və ora, yəni 0,5 mol oksigen qazında nə qədər atom var? Bir dənə atom var və kütləsi də 16-dır. Və ora bilmirik neçə mol və bir X qazı əlavə edildi. Və bu zaman biz müəyyən etməliyik ki, o qazın molunu və hansı qazdan söhbət getdiyini. Bunu bizə qrafik kömək eləyəcək necə tapmağımızı. Deməli, qrafikə diqqətlə baxaq. Görürük ki, əvvəlcə atomların sayı 1 olan, kütləsi 16 olan bir qazı var imiş. Bu təbii ki, oksigendən söhbət gedir. Baxın, 0,2-yə vuranda bir dənə atom var, kütləsi də 16-dır. Və ona müəyyən miqdar bir qaz əlavə edilir. Atomların sayı oldu 5. Deməli, bu 5 dənə atomun biri oksigenindir. Deməli, hansısa bir qaz əlavə etmişəm. Onun 4 dənə atomu var. Ki, olub 5-də. Əvvəl bir atomum var idi. Təsəvvür 1 manat var idi, olub 5 manat. Deməli, orada 4 manatdır. 4 manat əlavə edilibdir. Yəni, belə deyək. İndi kütləyə də baxaq. Əvvəlcə 16 oksigenin kütləsi var idi. Oldu 32. Deməli, əlavə etdiyim bir qazın kütləsi 16-dır ki, 16 üstün 16 gəlib 32 eləyib. Deməli, biz variantlarla təbii ki, işləməliyik. Elə bir varianta baxaq ki, onun da 4 atom olanda kütləsi 16 oldu. Məsələn, A variantına baxaq. 0,5 C2H6. Bu 8 dəfə 8 0,5 4 dənə atom var. Bəli, görə ikinci şərt ödədi, birinci şərt ödədi, atomların sayı ödədi. Görə kütləsi 16-dırmı? 20, 30, 30-un yarısı 15. Kütləsi 15 oldu. Xeyr, şərti ödəmədi. İkinciyə baxaq. Bir dənə SO3. Atomların sayı bəli 4 dənədir. Axı kütləsi 16 etməz bu. Yəni çox edər. C-yə baxaq. 4 mol helium. 4 mol olsa, atomların sayı 4 dənədir. Bəli, heliumun da ayrı 4-dür. 4 və 4-ün 16. Bəli, o da doğrudur. Onda düzgün cavab burada olacaq C variantı. Bunu variantlarla işləmək lazımdır, yəni. 40-cı suala baxaq. Deməli, qaz qarışığı verilib bizə. Oksigen və SO2. Və bunların kütlələr nisbəti 3-ün 2-yə nisbətidir. Deməli, oksigen qazı verib. Molunu bilmirik. Məsələn, A-la işarə edək. A mol oksigen qazı, B mol da SO2 qazı verib. Kütlə nisbəti deyəndə oksigenin kütləsi yəni nə qədərdir? 32 A-nın 64 B olan nisbəti bərabərdir. 3-ün 2-yə nisbəti. İxtisar gedir, burada qalır 2. Çarpaz vururuq, 3-ü vururuq 2B-yə, 6B bərabərdir 2A. 3B, A bərabərdir 3B-yə. Deməli, artıq aparaq yerinə yazaq. Deməli, A-nın yerinə 3B, bizdə oksigen qazı var. B-də SO2 qazı var. Görə bizə nə soruşur? Oksigen həcm payını tapmaq üçün omega bərabərdir. Oksigen həcm payı dediyinə görə ancaq molunu vururuq, kütləsinə vurmuruq. 3B vuru 100%. Aşağıya isə molları cəmi yazırıq, yəni 4B. 3B ilə o da eləyəcək 4B. Burada axı 1,5 edir. Bir dəqiqə, burada səhvlik etmədi hesabatda. 3 bölü 2, 2A. Bu da eləyir 6B. 2-yə xüsusar gedəndə yəni burada yox, doğrudur. Yəni heç bir səhvlik yoxdur. Hesabata baxırdım. 300-ü də burada 4-ə B ilə B ixtisar getdi. 300-ü də 4-ə bölündə eləyir 75. Bu da cavab eləyəcək D variantı. 43-cü suala baxaq. Deməli, bu şifahi olan bir sualdır. Deməli, X ilə Y bir qaz birləşəndə hidrogen nisbi sıxlığı ən az onlardadır. Ən böyüksə X ilə Z-dədir. Belə baxanda, deməli, burada X-in kütləsi ən böyük olacaq. Çünki Y isə ən kiçik olacaq. Çünki X ilə Y birləşəndə kütlə ən kiçik olur. Amma X ilə Z birləşəndə isə kütlə ən böyük olacaq. Burada ən böyük kütlə olacaq bizə X-in, Y ən kiçik olacaq, Z isə ortada olacaq.
Yox, burada x yox, belə baxıram. Z böyük olacaq. Nəyə görə? İndi baxaq. Bax, x y-la birləşəndə kiçik olur kütləsi. Amma z elə bir birləşmədir ki, baxın, fikir verin. Y-la da birləşəndə, yəni lap kiçik deyil də, ortadadır. X-la birləşəndə lap böyük. Belə çıxır ki, ən böyük bunların içində sıxlığı, yəni kütləsi böyük olan z-dir. İndi qaldı x-in y arasında münasibətə baxaq, görək hansıdır. Fikir verək ki, y qazı z ilə birləşəndə, baxın, ortadadır da, yəni kütləsi. Çox da lap çox deyil. Amma x z ilə birləşəndə hidrogenə görə nisbi sıxlıq daha çox olur bunların. Ona görə belə çıxır ki, x y-dan böyükdür. Deməli, x y lap kiçikdir. Ən kiçik qaz y-dir, sonra x, sonra z də ən böyüdür. Baxaq, onda olacaq B variantı burada. Keçək 45-ci suala.